Ələstüdən bəli dedim, əcəb xoşaldır yüküm. Beş gözəlin aşıqıyam, vəsm camaldır yüküm. Həm dərindir, həm dayazdır, həm şirindir, həm acı. Zəhmətdə zəhr həlail, ləzzətdə baldır yüküm. Lütfəsindən əyri olan tez göstərər isbatın. Hər ağac kökdən görər, hər meyvə gözlər zatın. Hər cayı hədyana sayar, naşı bilməz qiymatın. Əhli Urfan məclisində gövhər misaldır yüküm. Gəl biçara Ələsgər, sığın şahı Heydərə. Onun damənindən tutam, məhşərdə yanmaz narə. Film mənə nüsrət verdi, bugün çıxdım bazara. Sərrafsansı açıqır deyilə, gör nə cəlaldır yüküm. Hər vaxtınız xeyir olsun, hörmətli xalqım. Artıq yaşımın qürüb çağıdır. Yoldaşlar xahiş edib, onu TikTok'a, YouTube'a, nə yükləməyini mən bilmirəm. Ona görə mən Dədə Ələsgər 105 il yaşayıb, xalqıma o boyda ömür uzunluğu arzu edirəm. 105 yaşasınlar. Qalib xalqıq, hər gözəllik bugün bizə yaraşır. Mən bütün Respublikada olan, məni istəyən, istəməyən sənətkar dostlarımı da salamlayıram. Allah elimizi var eləsin, elin kölgəsi onun sənətkarının üstünə əksi olmasın. Bizim hörmətli şairimiz Barat müəllim də deyir ki, özün dil olasan dili sevməkdən, gül də səni sevə gülü sevməkdən, olanda vətənini, eli sevməkdən, macalın olmayan şair olasan. Fərəh yeni qurğu planlaşdırar, ürək puç eyləyər, yalanlaşdırar, şairi gözəllər cavanlaşdırar, qocalıb ölməyən şair olasan. Barat, bilməyəsən ömründə sağ sol, əgər xalqınsansa 1000 yaşa var ol. Nə ola soyalar dərini 1000 yol, acalın olmayan şair olasan. Bir daha var olun, artıq 72'yi tamamlamaq üzrəyəm. Ümumiyyətlə Allah üstadların ruhunu şad eləsin. Abırlı aşıq 60'dan 65'ten sonra əlinə saz almamalıdır. Elə-belə sözlər deməlidir vaxt aşırı. Öpürəm bütün balacadan tutmuş prezidentə qədər hamınızı var olun, canınız sağ olsun. Bir də bir baməzə söz var, əsas bu çəkilişdə məqsədim odur. Bir neçə il bundan qabaq Dünya TV gəlib bizim Qazaxda qonaq idi. 3 gün onların yanında mən bir zəvvar kimi hərrəndim. Görməli Qazaxımızın gözəl yerlərini göstərdim. Abed vaxtı oturub çörək yerdik. Birdən yoldaşıma da baxanda yazma bir şey düşdü. O köhnə aşıqlar deyirdi. Səhv eləmirəmsə bunu o vaxt Pərvanə Həsən deyib ki, arvad 3 sort olur. Holdurum hort, şıldırım şırt, qıldırım qırt. Holdurum hort nə tərdi? Bircə inək olsun, 5 dəqiqə əmmə, daima, dostuma bir tikəsi də qalmasın. Şıldırım şırt da xəbərçidir. Kəndin başını xəbərinə ayağa verər, ayağınkini başa. Qıldırım qırt da balalar sağ olmuş bizim uşaqların anasıdır. Böyüdə bir soğutma yumurta olanda deyir ayarlar, nə ola iştah azala, bunun parasını da sabah yiyər. Bunda cəmaatımız baxsın, bir keyfi açılsın. Çox sağ olun, çox var olun. Gündüz müəllim, görən gözün, çəkən əllərin qadasını alın, var olun. Sağ ol, açdanlı ömür. Sağ olun.